Bu Məryəm ananın rəsmidir. Onu çəkmək üçün mənə 2 ay lazım oldu. Qədim Gürcü əl işləri zəngin tarixə və dərin mədəni köklərə malikdir. Gürcüstanda əl sənətləri həm məişətdə, həm də dini mərasim məqsədləri üçün inkişaf edib. Naxışlama parça üzərində ipək, yun və qızılı saplarla işlənən naxışlar, milli geyimlərdə, kilsə örtüklərində geniş istifadə olunub. Naxışlar bölgəyə görə fərqlənib. Mina, yəni emal sənəti, metal üzərində rəngli emal ilə bəzək, zərgərlik məmulatları, ikonalar, xaçlar hazırlanıb. Qədim Gürcü əl işləri, keçə, mina və naxış vurma mədəniyyətimizin görünməz salnaməçiləridir. Bu əsrlərin tarixini bizə səssizcə izah edən, zəhmət tələb edən bir sənətdir. Keçə ən qədim əl işlərindən biridir və təbiətlə birgə yaşamağın nəticəsidir. İsti, davamlı və gündəlik simvollarla zəngindir. Qoyun yunu gündəlik zərurət olmaqla yanaşı, həm də rəmzi məna daşıyır. Üzərində təsvir olunan simvollar qorunmanı, həyatı və firavanlığı təmsil edir. Orta əsr Gürcü sənətinin ən qiymətli növlərindən sayılır. Keçə sənəti. Keçədən, yundan hazırlanmış qalın material, papaq, çəkmə, örtük və döşəkliklər düzəldilib. Dağlıq bölgələrdə çox yayılıb. Ağac oyma sənəti. Qapılar, pəncərələr, sandıqlar üzərində oyma naxışlar, xüsusilə kilsə memarlığında önəmli yer tutub. Dulusçuluq, gil qablar, küp, qab-qacaq, şərab üçün saxsı qablar, qədim Gürcü şərabçılıq ənənəsi kvevr ilə bağlıdır. Kırmokardide Gürcü əl işləri bölgənin çoxmillətli və qədim mədəni mühitinin təsiri ilə formalaşıb. Bu ərazidə Gürcü, Azərbaycanlı, erməni və digər xalqların sənət ənənələri bir-biri ilə qarşılıqlı təsirdə inkişaf edib. Naxışlama Kırmokardidə naxışlar adətən sadə, lakin rəmzi motivlərlə seçilir. Bitki ornamentləri, həndəsi fiqurlar geniş yayılıb. Məişət əşyaları, süfrə, yastıq üzü, pərdə və qadın geyimləri naxışlanıb. Keçə sənəti, kənd və dağ-ətəyi ərazilərdə yun məmulatları mühüm yer tutub. Keçədən papaqlar, döşəkliklər, örtüklər hazırlanıb. Bu sənət köçəri və yarım köçəri həyat tərzi ilə bağlı olub. Səbət hörmə. Qamış və ağac budaqlarından səbətlər kənd təsərrüfatında və ev məişətində istifadə olunub. Gürcüstanda naxışlamanın tarixi çox qədim dövrlərə gedib çıxır və ölkənin mədəni kimliyinin vacib hissəsidir. Yerli bitkilərdən səbətlər hazırlanması, kənd təsərrüfatı məhsullarının daşınması və saxlanması üçün istifadə olunub. Ağac üzərində oyma, sandıqlar, məişət əşyaları və bəzək elementləri hazırlanıb. Naxışlar əsasən geometrik və simvolik xarakter daşıyıb. Dulusçuluq, sadə gilqablar, küp və saxsı məmulatlar geniş yayılıb. Şərab və süd məmulatlarının saxlanmasında istifadə olunub. Mədəni qarşılıqlı təsir Kırmokardli mədəni keçid bölgəsi olduğu üçün Gürcü naxışları Azərbaycan ornamentləri ilə oxşarlıq göstərilə bilir. Rəng seçimi və motivlərdə regional sintez müşahidə olunur. Bugün əl işləri xalq sənəti festivallarında, məktəb tədbirlərində və muzeylərdə yaşadılır. Marneuli, Bulnis və Rustavi ətraflarında bu ənənələr daha çox qorunur. Milli geyimlərdə naxışlama, Gürcü milli geyimlərində naxışlar bölgələrə görə fərqlənirdi. Kaxeti, sadə, bitki motivləri, svaneti, geometrik və qoruyucu simvollar, acara, parlaq rənglər və sıx naxışlar. Naxışlar insanın yaşını, sosial vəziyyətini, ailə durumunu bildirə bilirdi. Naxış vurma qadın əlləri ilə yaradılan bir tarixdir. Sapla tikilmiş bəzəklər ailə hekayələrini, arzularını və dualarını qoruyub saxlayır. Hər işarənin, rəngin və xəttin öz hekayəsi var. Tikiş işi xoşbəxtlik, bərəkət və qorunma rəmzidir. Sapla tikilmiş bəzəklər sadəcə dekorasiya deyil, qədim zamanlardan bəri ritual sənəti olmuşdu. Məişət və qadın sənəti naxışlama əsasən qadınların məşğuliyyəti olub və bacarıq nəsildən nəslə ötürülüb. Cehrə, süfrə, yastıq üzləri, uşaq geyimləri bəzədilirdi.
19-20-ci əsrlər sənayeləşmə ilə əl işi azalsa da xalq sənəti kimi qorunub. Etnoqrafik muzeylərdə qədim gürcü naxış nümunələri saxlanılır. Müasir dövr bu gün naxışlama, dizayn, moda və suvenir sənətində yenidən canlanır. Qədim motivlər müasir üslubla birləşdirilir. Gürcü minası müstəsna sənətkarlıq nümunəsidir. Metala köçürülmüş rənglər və formalar əsrlər boyu yaşamış və hələ də tarixi yaddaşını və saflığını qoruyub saxlamışdı. Bu peşələr bu gün də yaşayır. Onlar bizə ənənənin heç vaxt bitmədiyini xatırladır. Müasir dövrdə yerli sənətkarlıqlar dəyişdirilmiş, təkmilləşdirilmiş və müxtəlif şəkildə mövcud olmağa davam edərək gələcək nəsillərə ötürülür.